Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 1.774.913 nəfər muzlu işçi olub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzlu işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% və ya 26.026 nəfər artıb. Məlumat üçün bildirək ki, ayrı-ayrı şəhər və rayonlar arasında ən böyük artım Xankəndi şəhərində qeydə alınıb. Son bir ildə Xankəndi şəhərində muzlu işçilərin sayı 62,5 dəfə artaraq 938-ə yüksəlib. Qeyd edək ki, son bir ildə 22 şəhər və rayonda muzlu işçilərin sayında artım, 52 şəhər və rayonda isə muzlu işçilərin sayında azalma olub. Cədvəldə muzlu işçilərin sayının ayrı-ayrı şəhər və rayonlar üzrə nə qədər artdığı və azaldığı qeyd olunub.